الرحمن الرحيم قل هو الله احد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا احد الله اكبر سبحان الله سبحان الله سبحان الله الله اكبر سبحان الله سبحان الله سبحان الله الله اكبر سبحان الله سبحان الله. İnşallah yolumuz Karabağ'da. Gelir kendimizin cazmanı yerlerini ziyaret edelim. Ha, benim bugünkü yol yoldaşlarım Elçin ve Röşen kardeş. Röşen hala gedir kardeş. Ha baksana. Kendimizin cazmanı yerlerini gedirik. Allah'ın izniyle ziyaret edelim. Bu da benim sınıf yoldaşım Elçin'dir. Biz uşaqlıqdan kendimizde maraqlı yerler olduğunu eşitmişdik. Allah'ın izniyle gedirik oranı ziyaret edelim. Sağ salamat. Sağ salamat gedik gelməyimizə. Peygamber ve ali Peygamber'e salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillah, getdik. Getdik. Biz Xankəndidən gəldik, keçdik öz kəndimizin istiqamətinə. Bu görsən yerdə bizim kətdir. Burada hardasa 110 ev var idi. İndi dağılıb 3-4 tane ev qalıb. Bu yolla üzü yuxarı gəlirik. Xankəndidən yuxarı istiqamətdə artıq bizim kənd aydın görsənməyə başladı. Biz bu yol istiqaməti ilə dəriyə düşüb üzü çay yuxarı Danabatıran gölü var. Niyyətimiz o gölü gedib görməkdir. Hardasa bir 3-4 kilometr gəlmişik. İndi ağac kölgəsində biraz istirahat edirik. Həm də yoldaşımızı gözləyirik gəlsin. 3 nəfərik, birimiz arxaya qayıtdı. Arkada qalan dostumuz da gəldi, çıxdı. Dincəl 100%, yox. Mən bayaq deyirəm, dincəl. Maşallah, üzündən də nur yağır, səhərdən yağır. Elçin, istirahat elə. Hara gelsin, hara gelsin. Gəlirdik. İndi üzü aşağı düşürük, sağ istiqamət. Dərmanın dərəsi deyilir. Buradan öz aşağı düşürük. Yol qırağı. Təbiət bizə öz gözəlliklərini beləcə göstərir. Ay, bənövşədir bu. Üzü yenişə, sert yenişlə düşürük. Elə rahatdır. Bunun qayıtması biraz konsert qayıtmasındadır. Babıyam. Biz bu üzü yuxarıdan gəldik. Buradan bir balaca çay keçir. Bu yol gedir kəndimizə. Bax, bu çay yuxarı biz gedəcəyik. Danabatıran yola. Danabatıran gölə. Elhamdülillah. Allah yüzler əynet eləsin. Amin. Nuş olsun. Biz üzü çay yuxarı qalxırıq. Gedəcəyimiz ünvana. Danabatıran gölü. Mənim üçün də maraqlıdır görək. Ona necə bir yerdir. Biz üzü yuxarı qalxırıq. Buradan balaca bir akarsu var. Amma bura belə balaca görsənməyinə baxmış. Sel gələndə bu dərəni su götürür. O vaxt kəndin yolun bağlayarmış sel gələndə. Çaydan çıxdıq biraz üzü yuxarı. Burada bir balaca nəfəsimizi dərəcəyik. Masafa az olsa da yol yorucudur. Yavaş yavaş irəliyirik hədəfə uyğun. Deməli, Danabatıran gölünə meşənin içi ilə daha qısa və daha rahat yol var. Amma biz
tam da yolu bilmədiyimiz üçün çay yuxarı gedirik. Çaydakı min illərdə insanoğlunun konumu olubdu. Allah təbii konum göndərir. Ta biz aparıb gölə çıxardacaq. Amma əsas məsələ görək göl nə boydadır. Bəlkə də quruyubdur, bəlkə də daha böyüyüb. Mən özümlə qarmaq aparmışam. Görüm balıq var. Yoxlayacağım görüm o göldə balıq var yoxsa yox. Bu da Ay Cəmilli cəmaatı. Dana batıran göl. Görüm bura bu adı kim verib? Deməli bizim kəndimiz balaca bir kənd idi. Hardasa o vaxtı 110 ev olubdu. Amma kəndimizin ətrafında hər ərazinin bir adı olubdu. Hardasa 100-ə yaxın belə adlar olubdu. O adı daşıyan yerlərdən biri də buradır, Dana batıran gölü. Bravo. Hayda. Kənddən yenə tərəf. Axır ki, gəldik, çıxdıq. Dana batıran gölü. Bu dana yox, heç bu quzu da batmaz indi. Amma qəşəngdir. Gələcəkdə buranın qarşısını, buranın qarşısını bağlayıb sinmək üçün göl eləmək olar. Tamam mı? Aslında bak. Ha yoldaşlar, niyyətim var idi, gələn burada, buranı yoxlayam, görüm burada balıq var. İndi özümlə belə profka gətirmişəm kirkada. Artıq yoxlayacağım, görüm burada balıq var yoxsa yox. Tarihi gündür bu mənim üçün. Ola bilər, sizlər üçün adi görüşər. Amma bura bizim atalarımızın, babalarımızın uşaqlığının keçdiyi yerlərdir. Biz uşaqlığımızdan daşqınçılıq həyatı yaşamışıq. Uşaqlığımızla bağlı heç bir xatirələrimiz olmayıb, ancaq daşqınçılıq həyatı olubdur. Bu gün Allaha şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Adam buralara gəlib görəndə o kişilərin nə böyük işlər gördüyünü daha aydın başa düşür burada. Davud Dana batıranda balıq tutmaq istəyir. Ana gözləyirdim, şükür Allah'a. Bismillah. Fərəhliyin də yadıdır. Ne? Fərəhliyin. Fərəhliyin də yadıdır. 77. hardaysa təxmin edir. Bu çayın yuxarısına baxmaq istəyirik. Gəlmişik, o belə bir sıldırım yerdə qalmışıq. Buyur demədim. Biz çətinliklə də olsa, sürücə bu daşın döşü ilə çıxdıq yuxarı. Burada bir maraqlı bir hardasa metr yarım dərinliyində daşın çoxası var. Ne qədər var? Ha, olar, 1 metr yarım olar. Bax, üstü. Deməli, adətən qızıl axtaranlar qədimdə çayların qabağında belə göllər düzəldirmişlər üçün. Qızıl zərrəcilər gəlib burada axıb hopurmuş divər. Ora gedər, ora çıxır. Görək, maraqlıdır. Davud. Dana batırandasın. Biz kəndimizin arasında olan Dana batıran gölündəyik. Bizim atalarımız, babalarımızın uşaqlığı bax bu göldə keçibdir. Burada yayda gəlib çimarmışlar. Bu daş da həddindən artıq sürüşkəndi. Çox çətinliklə çıxdı buranın. Çox adamın burada yıxılma xatirəsi var. İnşallah bizim olmaz. Çünki hava soyuqdur. Su buz kimidir. 2 dərə gördü. Çayın sürüşkən daşı ilə çıxdığımıza ayaqlarını çıxdıq. Ayaqqabılarımız qaldı aşağıda. Allah, niyə bura? Geç köklər.
Bundan olan. Evet, bundan da merdiven sizi. Bilmez. Bilmez, tut oradan. Hadi. Diye ki ayrı kökten. Yok. Et bundan tutana. Hadi. Ana kaç damdanı. Çox böyük çətinliklə oradan sürçə gəlib bura çıxmışıq. Buradan da düşməliyəm, buradan tutub aşağı. Hər şey əladır. Zöhr namazının vaxtı çatıb. İnşallah İnşallah. namazımızı qılıb qaydırıq Bərdiyə. İnşallah. Bu da mənim Elçin qaqam. Allah şəbəyli olsun. Allah qəbul etsin. Şiə Sünni qardaşlığı.